Bakı bugün də şəhər, sənaye və iqlim əlaqələri üzrə qlobal müzakirələrin mərkəzindədir. VUF-13 çərçivəsində keçirilən sessiyada mənzil və bina sektorunun karbonsuzlaşdırılması məsələsi əsas müzakirə mövzularından biri olub. İştirakçılar vurğulayıb ki, iqlim hədəflərinə nail olmaq üçün diqqət təkcə yeni tikililərə deyil, mövcud binaların enerji səmərəliliyinin artırılmasına da yönəlməlidir. Tədbir çərçivəsində daha nələr müzakirə olunub? Əməkdaşımız Mələk indi bizə danışacaq. Mələk, hər vaxtın xeyir olsun. Buyur, səni eşidirik. Hər vaxtınız xeyirli olsun Gülnar. Bəli, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası VUF-13 tədbirinin 4-cü günü öz işinə qaldığı yerdən davam edir və bugün çox önəmli, eyni zamanda mühüm tədbirlər keçirildi. Elə bizim də onlardan bir neçəsində iştirak etmək fürsətimiz oldu. Bu tədbirlərdən biri qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası mövzusuna əsr edilmiş tədbir oldu və tədbirdə Yön Habitatın icraçı direktoru Ana Claudia Rozbachın maraqlı çıxışı oldu. Öz təcrübəsindən çıxış eləyərək qeyd elədi ki, həyatının bir dövrünü gecəqondularda yaşayıb və o bildirdi ki, bugün onların təkcə problemi su, işıq və sanitar xidmətlər iş imkanları ciddi problemlər sırasındadır və qeyd elədi ki, gecəqondu probleminin həsr olunması, həll edilməsi təkcə dövlətin üzərində olan bir məsələ deyil. Bu məsələdə mütləq şəkildə kompleks yanaşmanın tətbiqi olduqca vacib və prioritet həll yollarından biridir. Digər bir sessiyada isə şəhər, sənaye, iqlim kəsişməsində mənzil və binaların karbonsuzlaşdırılması məsələsinə toxunuldu və qeyd edildi ki, bugün köhnə binalarla yanaşı yeni binaların tikintisində onların dekarbonizasiya məsələsi ön planda dayanmalıdır və bu da bir növ şəhərlərin karbonsuzlaşdırılmasına gətirib çıxara bilən məsələlərdən biridir. Və burada həm də mövcud mənzil fondu, xüsusilə köhnə binalar əsas enerji istehlak mənbəyi olaraq qalır. Onların enerji səmərəliliyinin həll edilməsi, adi pasiv həllər belə şəhərlərin karbonsuzlaşdırılma məsələsində xüsusi önəm daşıyan həll yollarından biridir. Eyni zamanda vurğulandı ki, bu sessiyanın nəticələri Cities Bridge 2026 proqramına da mühüm töhfə verə bilər. Hal-hazırda biz daha bir tədbirin gedişatını izləyirik. Gün ərzində də burada müşahidələrimizi davam etdirib sizə daha ətraflı məlumatlar çatdırmağa çalışacağıq. Bizdən hələlik bu qədər. Söz yenidən studiyadadır Gülnar. Çox sağ ol Mələk. Ətraflı məlumata görə qeyd edək ki, bizimlə birbaşa bağlantıda əməkdaşımız Mələk İnqilablı idi.